10-cu siniflər, yaxın əyləşin. Bu dediklərimi eləsəz, inşallah il yarım sonra istədiyiniz universitetdə tələbə adını qazanacaqsınız. Videomuzun mövzusu budur. Sizdən istəyim odur ki, səhifəmizi izləyin. Bismillah, getdik. Hə uşaqlar, birinci edəcəyiniz odur ki, yəni etməməli olduğunuz odur ki, özünüzü 10-cu sinif kimi hiss etməyin. Bunun adı 10-cu sinifdə. Heç sən buradan yanvarda nə qədər vaxt gedir, daha sonra yay tətilində 2-3 ay gedir və 11-ci sinifdə başlamağı ilə yanvar ayının gəlməyi bir olur. Onun təsiri, onun stresi insanın evini yıxır. Amma sən biraz və daha ağıllı tərpənib nə edə bilərsən? İndidən başlayırsan, özünü 11-ci sinifdə necə hazırlaşmağı düşünürsən? Hətta bacarırsansa müəllimə de ki, müəllim, məni 11 qrupu ilə hazırlaşdır. Həm daha sürətli, həm daha çox. Məsələn, müəllim 100 dənə test tapşırırsa 11-lərə, sizə onlara 80 verirsə, sən 11 kimi 100 test işlə. 11-ə heç nə saxlama. 11-ci sinifə sadəcə təkrarları saxla. Başqa heç nə. Çünki bir mövzunu birinci dəfə öyrənmək çox çətindir. Amma öyrəndiyimiz bir şeyi təkrarlamaq olduqca rahatdır. Yəni, sən bu mövzunu sanki bu il imtahan, yəni bu tədris ili imtahan verəcəkmiş kimi öyrən. Bütün gücünü sərf eləyirsən, maksimum gücünlə. Bu il tarixdə nə qədər mövzu varsa, ən azı 2 dəfə heç olmasa bitir. Ədəbiyyat oxusun, 3-cü qrupsan, mütləq bitir. Riyaziyyat üzrə hazırlarsan, 1-ci, 2-ci qrupsansa, topluları işlə. Heç nə saxlama orada. Heç nəyə gələn ilə saxlama. Hər şey bu il tamamlanmış hesab elə, gələn il ancaq təkrarlara güc verir. Ən əsası, bir neçə ay qabağa düşmək istəyirsənsə, bu ay özünə sadəcə 3-5 və 1 həftəlik, 3-5 gün və ya 1 həftəlik istirahət ver. Başqa heç nə. Getmirsən dənizə, get. Səhər oxu, kitab oxu, dərslərlə məşğul ol. Günorta 3-dən, 4-dən sonra get. Axşam da yenə nəsə oxu, yat. Nəsə test işlə. Yəni, yay mən dincələcəm, yay mən enerji toplayacağım. Xeyr, yay o qədər gəzirsən, o qədər bezirsən ki, sonra sentyabrda sən dərsə köklənə bilmirsən. Həm yaydan çıxmısan, tətildən çıxmısan və nəzərə al ki, sizin hələ kitab dəftərə uyğunlaşmağınız, yəni 3 ay kitab dəftəri tullamısan, təzədən onlara uyğunlaşmağın zaman alır. Amma sən onu buraxmasan, sənin üçün olduqca rahatlaşacaq. Mən 10 il dalbadal müəllim hazırlamışam. 10 il. Təsəvvür edin, 2009-cu ildən də şagird hazırlamışam. İllərdir. Yəni, bir tabeli mürəkkəb cümlə bəlkə 100 dəfə tədris, 1000 dəfə tədris eləmişəm. İndi düşün ki, mən belə 3 ay fasilə verirəm yayda, o tətil müddəti və yenidən o mövzuya qaydanda sanki axsadığımı hiss edirəm. Bir düşün, sənin üçün tamamilə yad olan bir şeydir. Sən o qədər fasilə verirsən, ora qaydanda necə olacaq? Tarix müəllimləri təsəvvür edirsiniz, onlar 3 ay tarix müəllimin kitab dəftərdən ayır, o adam bildiyini böyük bir hissəsini unudacaq. Davamlı təkrar eləməli, davamlı sual-cavab eləməlidir. O boyda müəllim illərdir, o mövzuya hakimdir. O mövzu haqqında nələr bilir. O müəllim belə unudursa, ki, hər bir detalın texnikasını bilir, sən necə unutmaya bilərsən? Yəni, qeyri-adi bir yaddaşa malik olsan belə, yenə unudacaqsan. Ona görə yayda istirahət də elə, gəz də, kitabdır da, dəftərdir, götür əlində telefonu, PDF-dən oxu da, videodan qulaq as. Hər şey elinizin altında nə var ki burada? Qoy testi işlə, aç YouTube-dan izahlarına bax. Bu qədər bəsit. Demirəm ki, gəl mənə qoşul. Deyirəm, aç YouTube-dan izlə. Mənim dərsim başqa müəllimlər, nə istəyirsən elə. Və kitabdan oxu. Yəni, bir şəkildə yay boyu da dayanmayın uşaqlar. Və nəticəni inşallah, artıq gəlir sentyabr, cəmaat narahatdır, biri müəllim axtarır, biri filan mövzunu çatdırmır. Amma sən rahatsan. Niyə? Çünki sən həmin mövzularda arxayınsan. Sən müəllim feili bağlama şəkilçisi deyəndə gözünü döyüb baxmayacaqsın. Müəllim acaqdır, acaqdır, yaxşı olacaqdır. Bu acaq deyil axı. Sən bunu bilməlisən, öncədən. Sən buna hazır getmə. Hətta biraz da çox bilmişdiyiniz olsun. Keçmədiyiniz mövzunu
deməli, keçməli mövzu. Heç olsa 1-2 dəfə üzünə baxın və dərsə gedin. Görün effekt necə qəşəng olacaq. Bunun da mövzusu, bununla bağlı da bu mövzuda olsun gələn videomuzun, bu məsələdə olsun gələn videomuzun mövzusu. İnşallah ona toxunacağıq. Sizdən istəyəm o səhifəmizdir. Bu arada bizim həm sürət, həm sınav qruplarımız var. 10-cu siniflər üçün möhtəşəm qruplarımız var ki, bu il məsələni hazır biləcəksiniz. Yəni 10-cu sinifə mən 11 sürət qrupu səviyyəsində hazırlaşdırıram. Və 3-cü qruplar, bütün qruplar, yəni 10-cu siniflər, yəni 9, 10, 11 hər bir sinif üzrə bizlə onlayn olaraq hazırlaşa bilərsiniz. Olduqca maraqlı keçir dərsi. Zoom dərsidir, səsi açırıq, uşaqlarla zarafat eləyə-eləyə, deyə-gülə, təbii ki, oğlanların görüntüsünü açdırırıq, qızlara deyirik ki, qızlar sadəcə səs açırlar, görüntü açmırlar. Oğlanlara təbii ki, yəni istəyə bağlıdır. Və maraqlı şəkildə izah eləyə, deyə-gülə, o 1 saat yarım dərs o qədər maraqlı keçir ki, mən belə o dərsdən yorulmuram. Uşaqlar hamısı deyir ki, müəllim bitməsin filan, belə. Siz də bu cür maraqlı dərslər keçmək, həmçinin öyrənmək istəyirsinizsə, bizim onlayn dərslərə qoşula bilirsiniz. Bütün fənlər üzrə bu formadadır və ən əsası odur ki, minimal qiymətlə, yəni aşağı büdcə ilə yuxarı keyfiyyət əldə edəcəyiz bu dərslərdən. Qoşulmaq üçün 055 597 0151 yaza bilərsiniz. Hələlik, sağ olun, sizləri qrupda gözləyirik.